Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Amma ba'd. Deməli biz keçən dərs danışdıq ki, sahabiyə ilk iman etdikləri zaman baş verən zülümlər nələr oldu? Və dedik ki, Məkkədə iki dəvət dönəmi oldu. Bir, gizli dəvət dönəmi, iki, açıq dəvət dönəmi. Və dedik ki, gizli dəvət dönəmində insanların, yəni Məkkəli müşriklərin o qədər də ciddi qəbul etmirdilər. Yəni, təpkilər var idi, yəni bəzi narahatçılıqlar var idi, ta ki, dəvət açığa çıxana qədər. Peyğəmbər sallallahu aleyhi və səlləm dağın başına çıxıb insanlara açıqdan bir şəkildə bu dinə dəvət etdiyi zaman artıq müşriklərin təsirləri, müşriklərin təpkiləri müsəlmanlara qarşı dəyişdi. Və bu dönəmdə zülüm başladı. Sahabəyə zülüm etdilər, onlara işgəncə verdilər. Peyğəmbər sallallahu aleyhi və səlləmə dilləri ilə, baxışları ilə əziyyət verməyə başladılar. Və bu əsnada dedik ki, bir neçə sahabənin qissəsini anlatdıq və oradan çıxan dərsləri anlatdıq. Və bu dönəmdə artıq Peyğəmbər sallallahu aleyhi və səlləm zülümlərin artdığı, sahabəyə işgəncələrin artdığı bu vaxtda aleyhissalatu və səlləm onlara Həbəşistana köçməyi Peyğəmbər sallallahu aleyhi və səlləm tövsiyə edir. Lakin Həbəşistana köçmədən öncə Peyğəmbər sallallahu aleyhi və səlləm bir qrup sahabəni Darul Ərqam deyilən bir yerdə aleyhissalatu və səlləm eğitməyə başlayır. Aleyhissalatu və səlləm onları bir evə toplayır və onlara xüsusi dərslər keçir. Və bu, ora yığışan sahabələr, ora gələn sahabələr elə sahabələr idi ki, aleyhissalatu və səlam onları xüsusi seçmişdi. Aleyhissalatu və səlam onlarla xüsusi məşğul olurdu. Və alimlər deyirlər ki, o hadisədə Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri evə yığıb onlara xüsusi dərs keçməsində olan hikmətlərdən birisi budur ki, Peyğəmbər aleyhissalatu və səlam heç bir şeyi elə-belə necə gəldi etmirdi. Yəni, sonranı düşünürdü, nə olacağını, nə edəcəyini, böyük planlar hazırlayırdı və o plan üzərinə aleyhissalatu və səlam hərəkət edirdi. Həmin o evdə Peyğəmbər sallallahu aleyhi və səlləmin gələcəyə doğru qurmuş olduğu planların təməli idi. Və sonra orada alınacaq ibrətlərdən o ev haqqında ora girib çıxan sahabələr heç birisi Məkkəli müşriklərə İstər bilərək, istər bilməyərək. Yəni, sahabə zaten bilərək müsəlmanların yerini bildirməz, amma yəni, bilmədən belə sahabənin heç birisi o ev haqqında nə bir işarə yoluyla, nə bir xəta yoluyla, nə bilmədim, arxama düşdülər, görmədim və yaxud da heç bir şəkildə o evin yerini müşriklər bilmirlər. Və alimlər deyirlər ki, siyar alimləri, qəribəsi budur ki, o gündən bu günə qədər bizim əlimizə o evlə bağlı sadəcə gəlib çatan şey odur ki, əshab orada yığışırdı. Yəni, başqa heç bir şey yoxdur. Yəni, sahabə necə bir şəkildə Peyğəmbər sallallahu aleyhi və səlləmdən eğitim alıb və elə bir şəkildə ki, yəni, belə bir diyaloq yoxdur, ey Allahın Rasulü. Onsuz da biləcəkdilər də. Yəni, bu günləri var da, məşhur bir sözdür. Adamın birinlə bir şey danışırsan, bir də görürsən ki, başqaları sənə təbrik eləyir. Deyirsən, qardaş, sən demisən? Deyir, axı, valla onsuz da biləcəkdilər, deyir. Yəni, belə bir diyaloqla o sahabənin yaşamış olduğu həyat tamamilə başqa bir həyatdır. Yəni, onlar əmanət əhli idilər. Və xüsusən də əgər o yerdə ki, müsəlmanlar üçün təhlükə var, daha diqqətli idilər və heç bir şəkildə bir xəta yolu ilə olsa belə heç bir şey yoxdur. Hətta Əli radiyallahu anhunun məşhur bir qissəsi var. Əli radiyallahu anh 10 neçə yaşında olan bir gəncdir. Sahabənin birisini Allah Rasulü aleyhissalatu və sələmin həmin o əshabını yığmış olduğu evə aparanda ona bax nə deyir? Deyir ki, əgər görsən ki, deyir, mən ayaqqabımın ipi ilə oynayıram, sən öz yoluna get, mən öz yoluma gedəcəm, deyir. Sən öz yoluna, mən də öz yoluma gedəcəm, deyir. Yəni, bax, 10 neçə yaşında olan bir gənc belə həmin evin əmniyyətini qoruyur, müsəlmanların əmniyyətini qoruyur və Rasulullah sallallahu aleyhi və səlləm əshabı bir müddət orada yetişdirdikdən sonra nə edir? Aleyhissalatu və səlləm 10 neçə nəfər sahabəni Həbəşistana hicrətə göndərir. Və həmin hicrətin içərisində 12 kişi, 4 qadın var idi. Təbii, siyər kitablarında bu rəqəmlər dəyişir, lakin Allah ən doğrusunu bilməklə bərabər 12 kişi, 4 qadınla bərabər Peyğəmbər sallallahu aleyhi və səlləm əshabını Həbəşistana hicrətə göndərir. Və insanlar ora gedib çatdıqda və yol uzun bir yoldur və əshab o yolu bir ay gedir. Və gedib ora çatdıqda eşidirlər ki, Məkkədə Peyğəmbər sallallahu aleyhi və səlləm
Nəcm surəsini oxuyub. Yəni Məkkənin ətrafında aleyhissalatu vesselam Nəcm surəsini oxuyub və son ayə ki var Nəcm surəsində sonlarına doğru səcdə ayəsinə çatanda Peyğəmbər sallallahu aleyhi və səlləm səcdə edir. Və bundan təsirlənən müşriklər nə edirlər? Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər onlar da səcdə edirlər. Və bu müşriklərin qınağına səbəb olur. Yəni bir-birlərini qınayırlar ki, biz nə hala düşdük? Yəni biz Muhammeddən insanları çəkindirirdik. Muhammeddən insanları uzaqlaşdırırdıq. İndi Muhammed bizə ayələr oxurdu, səcdə ayəsinə çatdı, səcdə elədi, biz də onunla bərabər səcdə etdik. Bir-birlərini aldatmaqdan dolayı deyirlər ki, yox, o ayələrdə Muhammed uzdanı, latı tərifləməyə başladı. Aleyhissalatu vesselam'a iftira atırlar. O tərifdən dolayı deyirlər biz belə bir şey etdik. Yəni o təriflədi bizim ilahlarımızı, bizim bütlərimizi. Biz də o səbəblə belə bir şey etdik deyib Rasulullah sallallahu aleyhi və səlləmə iftira atırlar. Lakin bu xəbər Həbəşistana elə bir formada çatır ki, bütün Məkkəlilər iman gətirib. Aleyhissalatu vesselam səcdə edib, onlar da onunla bərabər səcdə ediblər. Bütün Məkkəlilər iman gətiriblər. Bu gün də var. Məsələn, bu günləri düşünürük, deyirik, yəni kəndin başında saman düşür, kəndin sonunda Salman ölür. Yəni həqiqətən bu gün olduğu kimi o gün də var. İş Həbəşistana xəbər gedib çatana qədər, yəni ortada tamam ayrı bir durumdur, ayrı bir vaqiədir. Amma iş gedib Həbəşistana çatanda bu sahabələr də deyirlər ki, madəm Məkkəlilər iman gətirdi, bizim ora yurdumuzdur, bizim ora qaldığımız bir diyardır. Artıq deməli zülmlər bitdi. Biz də geri öz yurdumuza qaydaq. Və əshab necə getmişdilərsə o formada da geri gəlirlər. Lakin görürlər ki, gəlmiş olduqları, görmüş olduqları vəziyyət heç də dəyişməyib. Yəni necə ki getmişdilər, qoyub getdikləri hal eyni haldır. Və lakin iş daha da şiddətlənir. Yəni bu səfər həmin o sahabələrə edilən zülm daha da artır. Çünki sən bir bəldəni izinsiz şəkildə tərk etmisən. Yəni belə desək qaçaq getmisən. Yəni həm izinsiz getmisən və gəldiyin zaman da zülm daha da şiddətlənir. Lakin bu halda Abu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmin mühafizə etdiyi kimi əshabdan bəzilərini də mühafizə edir. Yəni onlara toxunmayacaqsınız, onlara toxunmayın deyə. Bunu görən Məkkəlilər artıq qəzəblənirlər. Yəni sən artıq həddini aşdın. Yəni bir Muhammədi qorudun, yetmədi onun dostlarını qorumağa başlamısan deyə nə edirlər? Abu Talibin üzərinə gəlirlər və müşriklərin arasında çaxnaşma düşür. Və alimlər deyirlər ki, diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm nə addım atırsa müşriklər parçalanır. Nə düşünürsə, nə əməl edirsə, sonuc etibarı bağlanmış olduğu yer müşrikləri bir-birinə düşürmək, onları bir-birinə parçalamaq olur. Deməli, bu onu göstərir ki, aleyhissalatu vesselam rastgele bir iş görmür. Yəni, elə belə 12 dənə sahabəni bir yerə göndərmir, elə belə onlarla bərabər bir evin içərisində toplanmır. Nə edirsə, ha belə sonuçda müşriklər zərərli çıxır, nə edirsə sonuc etibarıyla müşriklər bu işin içərisindən zərərlə çıxırlar. Və bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm 80-a yaxın sahabəni nə edir? Həbəşistana hicrət etdirir və deyir ki, gedin, o kral, həmin o Nəcaşi sizə zülm etməyəcək. Onun olmuş olduğu bəldədə, onun olmuş olduğu yerdə kimsəyə zülm edilmir. Və sahabələr böyük bir şəkildə nə edirlər? Bu, həmin o yolculuğa çıxırlar. Müşriklər deyirlər ki, biz bir nəfəri göndərəcəyik, həmin oranın kralı ilə danışacaqlar və bizdən gedən insanları geri çağıracağıq. Yəni, bunun müqabilində nə vermək lazımdırsa, krala hədiyyələr göndərirlər, ikramda bulunurlar. Nə etmək lazımdırsa edin, amma bizdən gedən kimsələri isə geri alın gəlir. Bunun üçün Amr bin As adlı birisini göndərirlər. Həmin bu kimsə gedir, kralın yanına çatır və deyir ki, bizdən sizə gələn insanlar var. İlk öncə ikramlarını təqdim edir. Bu bizim hədiyyələrimizdir, bu bizim ikramlarımızdır. Və sonra deyir ki, bizdən sizə qaçıb gələn insanlar var. Bunların qaçış gəliş səbəbi budur ki, onlar atalarının dinini tərk etdilər. Kral deyir ki, çağırın onları, gəlirlər. Bax, kral olsa belə, yəni nə edir? İki tərəfi də dinləyir. Yəni o günkü insanlar, yəni kral olsalar belə, nə olur, məqamları nə olur olsun, birisi onlar haqqında bir ittiham irəli sürdüyü zaman mütləq qarşı tərəf dinlənilməlidir deyir. Qarşı tərəfi çağırır və deyir ki, bu adamlar sizin haqqınızda belə deyirlər. Siz nə deyirsiniz? Yəni sizin bu barədə görüşünüz nədir? Sizin bu barədə fikriniz nədir? Və sahabələr rahat bir formada, Cəfər radiyallahu anhu çıxır, rahat bir şəkildə danışır. Bizə bir peyğəmbər gəldi. O bizə qohumlarla əlaqələrimizi gücləndirməyi, qohumların haqqını qorumağı, qonşunun haqqını qorumağı, və cəlləyə kimsəyə şərik qoşmamağı, tək Allaha qulluq etməyi bizə əmr edir. Kral da deyir ki, Nəcaşi deyir ki, bu İsa'ya gələn neynisi dedir. Yəni İsa da bundan fərqli bir şeylə gəlməmişdi. Gedin deyir, rahat bir şəkildə yaşayın. Mən bu kimsələri sizə təhvil verməyəcəm deyir. Amr bin As bir gün keçir, düşünür. Yəni mən bu halda Məkkəyə qayıda bilmərəm. Yəni əliboş şəkildə heç bir şey olmamış kimi gedəcəm.
Yəni böyük bir qınaqdır. Yəni səni bir işə təyin eləyiblər və sən geri gəlmisən ki, mən bu işi bacara bilmədim. Bu qınağa düşməmək üçün nə edir? Səhərsi gün bir də gəlir. Bir gün sonra bir də gəlir. Deyir ki, ey kral, bu adamların deyir danışmış olduqları şey sənin inancınla eyni deyil deyir. Yəni bunlar gəldilər, tamam bir şeylər anlatdılar, amma eyni düşünmürsünüz deyir. Gətir deyir onlara suallar ver deyir. Yəni Məryəm haqqında, İsa haqqında onlara suallar ver. Görəcəksən ki, sizin aranızda böyük bir fərq var. Yenə kral çağırır o kimsələri və deyir ki, ey kral deyir. Bax diqqət edin. Gördünmü deyir, bunlar içəri girəndə sənə ruku etmədilər. Yəni sənin qarşında baş əymədilər. Sahabə deyir ki, sahabədən soruşur ki, niyə bunu eləmədiniz? Yəni insanlar bura gəldikləri zaman baş əyirlər, siz niyə etmədiniz? Onda deyirlər ki, bizim peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bizə Allahdan başqasının önündə baş əyməyi qadağan etdi. Kral təəccüb edir, deyir ki, siz Muhammedin, yəni Allahın Rəsulunun yanında başınıza əymirsiniz, yəni onun qarşısında əyilmirsiniz. Yox deyir, vallahi Muhammed bizə bunu qadağan edib Allahdan başqasının önündə biz əyilmirik. Yəni bu qissədə alınacaq əslində çox ibrətlər var. İbrətlərdən birisi budur ki, diqqət edin, o insanlar, yəni hansı ki kral və sahabələr və eyni zamanda yanında olan Amr bin As elə bir diyaloqdadılar ki, yəni Amr bin As nə deyirsə desin, sahabə çönüb onunla məşğul olmur. Diqqət edin, alınacaq ibrətlərdəndir, böyük ibrətlərdəndir. Yəni mənim bura gəliş məqsədim nədir? Krala məramımı anlatmaq. Krala məramımı anlatmaq. İsa haqqında soruşur, İsa haqqında cavab verir. Məryəm haqqında soruşur, Məryəm surəsində olan ayələri oxuyur və ən son kralın demiş olduğu şey nədir? Gedin burada əmin-amanlıqla yaşayın. Vallahi deyir, sizə gələnlə, sizin danışdıqlarınızla İsa'nın anlatdıqları arasında, İsa'ya gələn arasında heç bir fərq yoxdur deyir. Gedin rahat bir şəkildə yaşayın. Onlara da deyir ki, gətirdiyiniz bu ikramları da deyir, götürün və qayıdın deyir, qayıdın bəldənizə deyir. Siz də rahat bir şəkildə burada yaşayın. Bundan sonra sizə heç kimsə zərər vura bilməz deyir. Və burada alınacaq dediyim kimi dərslər çoxdur. Birinci dərs odur ki, diqqət edin, sahabə ikinci görüşə çağırıldığı zaman Cəfər radiyallahu anhu deyir ki, nə edəcəyik? Yəni artıq bir əndişə var. Çünki birinci diyaloq nə idi? Yəni nə üzərə gəlib Muhammed onu anlatdıq. Tamam, gözəl şeylərdir. Allahdan başqasına ibadət etməyin, gözəl şeylərdir, qohumluq, əqrabalarını qoruyun. Yəni İslamı ümumi şəkildə anlatdıq. Amma bu indi bizdən fərqli şey soruşacaq. Məryəmi soruşacaq, İsanı soruşacaq. Onun ətrafında olan insanlar ki var idi, hətta Məryəm surəsini oxuyanda qəzəblənirlər. Yəni bu adam nə danışır? Yəni biz ki bunları fərqli ləfizlərlə, biz İsa'ya fərqli ləfiz qoymuşuq, biz İsa'nı ilah etmişik, biz Məryəmi fərqli bir yerə gətirib çıxarmışıq. Qəzəblənirlər bundan dolayı. Və Amr bin As da, bax diqqət edin, fərqli sözlərlə zaten məsələni qızışdırmağa çalışır. Sahabələr nə edirlər? Deyirlər ki, edəcəyimiz şey bəllidir. Gedəcək onun önündə heç bir şeyi gizlətmədən açıq şəkildə danışacağıq. Heç bir şey gizlətmədən açıq şəkildə danışacağıq. Burada birinci məsələ odur ki, Allah Azza və Cəllə istişarəyə bərəkət verir. Allah Azza və Cəllə istişarəyə bərəkət verir və Allah Azza və Cəllə deyir ki, onların işləri öz aralarında istişarə iləndir. İndi diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm elə insanlar seçib göndərib ki, elə insanlar ora göndəriblər ki, bir-birləri arasında ixtilafa düşmürlər. Yəni belə bir şey olmur. Yox, gəl etiqadımızı gizlədək. O birisi demir, yox, məncə biraz danışaq, biraz danışmayaq. Belə bir şey yoxdur. Anlaşırlar. Son nöqtəni qoyurlar ki, açıqdan danışacağıq və bir nəfəri irəli verirlər. Bir nəfər də danışır və qıraqda olan insanlar müdaxilə etmirlər. Qıraqda olan insan. Madəm ki seçdik, madəm ki içimizdə danışacaq olan kimsə budur, qıraqda olan insanlar müdaxilə etmirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm elə insanları yetişdirib göndərib ki, yəni belə bir düşüncə yoxdur. Yəni tamam, ortada bir zülm var idi, zülmdən dolayı gedilmişdi, amma tək səbəb zülm deyildi. Yəni elə olsaydı, diqqət edin, içərisində ilk gedən insanların içərisində Bilal yox, Ammar yox, Habbab yox. Ən çox zülm görən insanlar bunlardır. Fəqət bunlar o safların içərisində çox da bir yer tutmurlar. Kimlər var? Həmin o Məkkəli müşriklərin ən irəli gedən insanların övladları var. Peyğəmbər sallallahu aleyhi və səlləm ora fərqli bir mesaj verir. Nəyin qarşısını alır? Yəni Amr bin As deməsin ki, bunlar işgəncə görən insanlar, bunlar bizim əl altımızda işləyən insanlar idilər. İşdən qorxub gəliblər bura. Yəni işləməmək istəyiblər. Nə bilim, fərqli ləfizlər qura bilmir. Çünki kral tanıyır, ticarət var idi o gün. İnsanlar bir-birlərinə gedib gəlirdilər. Bu kimin oğludur bilir, o kimin oğludur bilir, o kimin oğludur bilir. Aleyhissalatu vesselam hər ailənin içərisindən sanki bir nəfəri göndərib, hər ailənin içərisindən bir nəfəri alıb aleyhissalatu vesselam ora göndərib və bu Allah Resulü sallallahu aleyhi və səlləmin sonrasını düşünməsi, atmış olduğu addımları düşünərək atmasının ən açıq göstəricilərindəndir və həmçinin sahabənin eğitimlə
yetişdirilib ora göndərilməsindən dolayı nə etmirlər? Sahabə kəsinliklə və kəsinliklə birisi danışdığı zaman, birisini önə verdiyi zaman, bir şeyə qərar verildiyi zaman əsla və əsla bu şeyə getmirlər ki, kaş belə olmayardı, kaş belə olardı. Nə etmirlər? Bir-birləri ilə münaqişəyə girmirlər. Nəinki bir-birləri ilə, Amr bin As onları qızışdırmaq istədiyi zaman, onları fərqli bir yerə çəkmək istədiyi zaman sahabə nə etmir? Ona çönüb baxmırlar belə. Yəni, burada böyük bir dərs var əslində. Yəni, düşünün, mənim məramım qarşıda olan insana bir şeylər izah etməkdir. Mənim məramım qarşıda olan insana məramımı anlatmaqdır ki, mən kiməm, nə istəyirəm, nəyə inanıram. Qıraqdan bir adam da sataşır. Bu peyğəmbərlərdə olan vəsifdir və peyğəmbərlərin əshablarını yetişdirməsi ilə, xüsusən Muhammed sallallahu aleyhi və səlləmin əshabını yetişdirdiyi ən gözəl vəsiflərdəndir ki, onlar sataşan insanlara baxmırdılar. Onlar sataşan insanlara baxmırdılar. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlib bir təklif etdilər. Düzdür? Təklif nədən ibarət idi? Ey Muhammed, əgər evlənmək istəyirsənsə, məqsədin qızdırsa, gəl səni qızlarla, qadınlarla evləndirək. Məqsədin puldursa, sənə pul verək. Dəli olmusansa, sənə ən yaxşı həkimləri gətirək. Əslində, bu ləfizlərin hər birisində Peyğəmbər sallallahu aleyhi və səlləmdən normal bir diyaloq yoxdur. Hər birinin içərisində təhqir var. Hər birinin içərisində aleyhissalatu və sələmə təhqir var. Amma aleyhissalatu və sələm belə demir. Qız düşkünü də sənsən, pul düşkünü də sənsən, dəli olan da sənsən, başı xarab olan da sənsən. Aleyhissalatu və sələm kəsinliklə bu diyaloqun içərisinə girmir. Və ondan öncə Musa aleyhissaləmə baxırıq. Yəni, Firon Musa aleyhissaləmə nə dedi? Kimdir o aləmlərin Rəbbi olan Allah? İstehza edir də, düzdür? Kimdir o aləmlərin Rəbbi olan Allah? Sonra nə dedi? Bizdən öncə ölən atalarımızın hökmü nədir? Bax, qızışdırmağa çalışır. Məsələni fərqli bir yerə aparmağa çalışır. Musa aleyhissalam heç o düzənini pozmadan, heç o diyaloqunu pozmadan, heç onun çəkmiş olduğu yerə getmədən onların elmi mənim Rəbbimin yanındadır. Nə edir? Allah Azza və Cəllənin qoruması ilə Fironun qarşısında cavab verir və yenə Peyğəmbər sallallahu aleyhi və səlləm həmçinin yenə onun yetişdirmiş olduğu əshab da həmçinin nə etmirlər? Heç bir zaman bu dəvətin önündə ən böyük əngəldir ki, bir insanla bir dini bir məsələ danışıldığı zaman müşriklərin adətidir, kafirlərin adətidir ki, onlar səni fərqli bir yerə çəkmək istəyirlər. Görürsən, mövzu qalıb bir qıraqda, düzdür? Sənə sual verir, deyirlər ki, bu saqqallılar valla saqqala görə pul alırlar. Sən başqa bir şey anlatırsan, düzdür? Səni fərqli bir məsələyə çəkir, düşməyəcəksən bu tora. Yəni, kəsinliklə və kəsinliklə onun səni çəkmək istədiyi yerə çəkməyəcəksən. Nə diyaloq qurmaq istəyirsə qursun. Yəni, sən ona fərqli bir şey anlatırsan. Sən ona Allah Azza və Cəllənin haqqını anlatırsan. Sənə sual verir, bu vahabilər ana bacı deyirlər, evlənirlər, nə bilim, yəni, bax, səni fərqli bir yerə çəkmək istəyir. Yəni, sən nə edə bilərsən? Ən fazla şəriətin əhkamını bildirərsən ki, şəriətdə bu haramdır. Yəni, nədir? Bacı ilə qardaş evlənə bilməz, ana ilə bala evlənə bilməz. Bu, mömin olan insanlara atılmış bir iftiradır. Saqqala görə də pul almırıq. Yenə qayıdacaqsan hara? Yenə qayıdacaqsan öz mövzuna. Çünki onun səni çəkmək istəmiş olduğu yer səni qışqırtmaqdır, sənin ona fərqli cavablar verməyindir, sənin onun vermiş olduğu təpkiyə qarşı fərqli bir təpki verməyindir. Müslüman insan bu şeyə düşməyəcək və sahabədə də görmüş olduğumuz şey budur. Kralla danışır, onun vermiş olduğu suallara cavab verir, fəqət o digər insanın onu qışqırtmasına kəsinliklə və kəsinliklə nə etmir? Sahabə yönəlib baxmır belə. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm əshabı ora göndərdiyi zaman diqqət edin, Nəcaşini tərifləyir. Nəcaşi haqqında nə deyir? Deyir ki, o kimsənin yanında kimsəyə zülm edilmir. Onun yaşamış olduğu bəldədə, onun hökmranlıq etmiş olduğu bəldədə kimsəyə zülm edilmir. Buradan alınan ibrət nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm hər insana öz haqqını verir. Hətta vələv ki, o ondan olmasa belə. Hətta vələv ki, o onun dinindən olmasa belə. Haqq etmiş olduğu ismi Peyğəmbər sallallahu aleyhi və səlləm o kimsəyə verir. Yəni, bir insan təriflənməlidirsə, kral da olsa, nə bilim, kafir də olsa, o haqq etmiş olduğu qədəri nədirsə, Peyğəmbər sallallahu aleyhi və səlləm onu ondan əsirgəmir. Bunun ən böyük nümunə alacağımız yerlərdən birisi nədir? Bədir günü Peyğəmbər sallallahu aleyhi və səlləm nə edir? Mutim İbni Adi adında birisi haqqında aleyhissalatu və səlləm deyir ki, əgər bu gün o sağ olmuş olsaydı və məndən bu əsirləri azad etməyimi istəsəydi, mən deyir, onları azad edərdim. Kim idi o kimsə? Peyğəmbər sallallahu aleyhi və səlləm Taifdən geri gəldiyi zaman Məkkəyə girişdə Peyğəmbər sallallahu aleyhi və səlləmi himayəsinə almış və aleyhissalatu və sələmi özü ilə bərabər Məkkəyə keçirmiş bir kimsədir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm insanların haqq etdiyi ləfizləri onlara verir. Yəni, əgər bir insan onun dinindən deyilsə belə, aleyhissalatu və səlləm əgər o bir tərifi haqq edibsə, məsələn, həmin o kralın
həmin o Nəcaşinin tərifləndiyi şey nə idi? Onun yanında olan, onun bəldəsində yaşayan kimsəyə zülm edilmir. Aleyhissalatu vesselam çəkinmədən bunu deyir. Həmçinin bu qissədə olduğu kimi Peyğəmbər sallallahu aleyhi və səlləm əgər bu kimsə məndən bu əsirləri azad etməyimi istəsəydi, mən deyir onları azad edərdim. Və ərəb toplumunda və o günün şərtlərində əsrin azad edilməsi bəsit, xəfif bir şey deyil. Yəni əsirdir də onun xətrinə azad edirəm deyil. Ya onun müqabilində bir məbləğ alınır və yaxud da həmin kimsə öldürülür. Yəni ortada bir can var, fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm onun etmiş olduğu bir yaxşılıq. Diqqət edin. Aleyhissalatu və sələmə bir dəfə yaxşılıq edib. Həmin kimsə bilirsiniz kimdir? Məkkənin müşriklərindəndir, sıravi müşriklərindən deyil, lider olan müşriklərindəndir. Yəni öncü olan liderlərindəndir. Yəni tağut olan liderlərindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləmə bir dəfə yaxşılıq edib. Bir dəfə. Aleyhissalatu və sələm unutmayıb onu. Deyir ki, bu gün o sağ olsaydı, məndən istəsəydi ki, bu əsirləri azad edeyim, hamısını azad edərdim deyir. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm necə vəfalı kişi idi. Hətta kafirə qarşı. Hətta Məkkəli müşrik olsa da, hətta Məkkəli müşriklərin liderlərindən olsa da, bir dəfə Allah Rasuluna yaxşılıq edib, aleyhissalatu və səlam onu unutmur. Və bu onu göstərir ki, ibrət alacağımız şey odur ki, hətta birisi bizim dinimizdən olmasa belə, hətta birisi kafir olsa belə, hətta birisi tağut olsa belə, Müslümana qarşı onun bir yaxşılığı keçibsə, Müslüman insan nə etməlidir? O yaxşılığı əsla unutmamalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmlə alacağımız, götürəcəyimiz, öyrənəcəyimiz şey budur ki, nə olursa olsun Müslüman insan ona edilən yaxşılığı unutmaz. İndi məl əsəf vallahi, deyil müşriklərin yardımı, deyil nə bilim nə, müsəlmanın müsəlmana qarşı vəfası yoxdur vallahi. Yəni müsəlmana qarşı vəfa göstərə bilmir. Yəni bıraq kafirlərə vəfalı olmağı. Bilim, hər hansısa bir kafirin sənə yardım etməsini qoy bir kənara. Müsəlman müsəlmana illərlə yaxşılıq eləyib. Nə bilim, illərlə dostluq eləyib, illərlə qardaşlıq eləyib. Gün gəlir deyir ki, vallahi eləyib Allah üçün eləyib də deyir. Mənə nə minnət edir ki deyir. Təsəvvür edirsən? Yəni bu, insan gör hansı yerdən hansı yerə gəlib çıxmışıq. Və yaxud da məşhur sözlər, mənim ona ehtiyacım yoxdur deyir. Nə eləyib özü bilər deyir. Vaxtında eləyib, hətta vallahi daha şiddətli var. Ağlı olaydı eləməyəydi deyir. Daha şədid olanlar var vallahi. Yəni bu onu göstərir ki, insanlar necə çevriliblər. Aleyhissalatu vesselam yetişdirmiş olduğu əshabı və bugünkü Allahın rəhm etdiklərini istisna edərək deyirəm, bugünkü müsəlmanlar baxırsan ki, qardaş qardaşa qarşı vəfası yoxdur. Yəni nə bilim, aleyhissalatu vesselam, yəni bunu hətta bir dərslərin birində də zikr etmişdik, ölən zövcəsinə qarşı vəfalı idi. Ölüb gedib, Xədicə radiyallahu anhə, düzdür? Aleyhissalatu vesselam onun şanını necə qoruyur, onun hörmətini necə qoruyur? Məkkənin fəthidir, aleyhissalatu vesselam məsciddə əyləşib, görür ki, yaşlı bir qadın oralarda dolaşır. Aleyhissalatu vesselam çağırır, deyir ki, gəl yanıma deyir. Oturur və onun altına bir şey sarır, deyir ki, əyləş burada. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ondan danışır, deyir, bəzən gülür, bəzən kövrəlir. Ayşə radiyallahu anhə görür bunu uzaqdan. Və deyir ki, ey Allahın Rəsulu, artıq məclis bitdikdən sonra, görüm, deyir, o qadın kim idi? Deyir ki, o deyir, Xədicənin dostlarından idi. O, Xədicənin dostlarından idi, rəfiqələrindən idi. Deyir, niyə bəs gülürdün, bəzən ağlayırdın? Deyir, çünki ey Ayşə deyir, o deyir mənə Xədicə ilə olan günlərdən danışırdı deyir. Bəzən deyir kövrəlirdim, bəzən isə təbəssüm edirdim. Ayşə radiyallahu anhə deyir ki, ey Allahın Rəsulu, sən hələ deyir, o deyir yaşlı qadını, hansı ki deyir artıq onun deyir sümükləri artıq deyir torpağın altında çıxıb deyir. Yəni sən deyir hələ də o qadını düşünürsən deyir. Hələ də o qadın haqqında deyir kövrəlirsən, üzülürsən, gülürsən, ağlayırsan. Peyğəmbər sallallahu aleyhi və səlləmə Ayşə anamız bir ifadə istifadə edir. Deyir ki, Allah sənə ondan daha xeyirlisini vermişkən. Yəni özünü qəsd edir. Allah sənə ondan daha xeyirlisini vermişkən, sən hələ onu düşünürsən. Peyğəmbər sallallahu aleyhi və səlləm demir, zövcəmdir, nəsə deyərəm və s. Deyir ki, vallahi ey Ayşə, Allah ondan daha xeyirlisini mənə verməyib. Allah ondan daha xeyirlisini mənə verməyib. Normalda Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə anamızı sevir. Düzdür, bunu insanların içərisində də ifadə edib. Fəqət vəfa var ortada və səbəblərini də zikr edir. Deyir, çünki onlar mənim övladlarım oldu. İnsanlar məni yalanlayanda o məni doğruladı. Mən ilk günlərimi, ilk əziyyətli günlərimdə o mənim yanımda yer aldı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Ayşə, vallahi Allah ondan daha xeyirlisini mənə verməyib. Bax, ölüb gedən qadının Peyğəmbər sallallahu aleyhi və səlləm vəfasını, sədaqətini qoyur, onun hörmətini aşağı salmır. Bu günləri baxırsan ki, adam ikinci zövcə ilə evlənir. Düzdür. Nələr danışır birincidən. Vallahi. Vallahi deyir, yaxşı deyil onun vəziyyəti deyir. Biz boşanmaq üzrəyik. Yox deyə elə şey. Danışır, vəfasızdır. 10 ildir bunun əziyyətini çəkən, 4 dənə uşağını böyüdən,
nə bilim, nə vəfa var, nə sədaqət var, evinin içində, çölündə, heç bir yerdə görürsən ki, vəfa yoxdur. Və yaxud da pis deyir. Deyir ki, valla bu aralar çox kökəlib deyir. Artıq deyir, mənim tələblərimi deyir, qarşılamır deyir. Ha belə nə edir? Onunla 10 il, 12 il əziyyət çəkmiş bir qadını, ha belə gəlir ikinci qadının yanında pisləyir. Bu da vəfasızlıqdır. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm bıraq möminləri, kafirlərə qarşı bu cür vəfalı olan bir kişi necə müsəlmanlara qarşı vəfalı idi, onu da varın siz düşünün ki, aleyhissalatu vesselam bir ölmüş qadınına qarşı bu qədər vəfalı olan necə əshabına qarşı vəfalı idi, necə ümmətinə qarşı vəfalı idi. Peyğəmbər sallallahu aleyhi və səlləmi döyüşün ortasında qoyub getdilər. Kimlər idi? Sahabələr idi, düzdür? Aleyhissalatu vesselamın zövcəsinə zina etdi deyildiyi zaman şübhəyə düşən sahabələr var idi. Gəlib Rasulullah sallallahu aleyhi və səlləmə deyən insanlar var idi ki, ey Allahın Rasulü, bəlkə Ayşəni boşayasan. Təsəvvür elə, bunu deyən, əshabdan olan insanlar var deyən, ey Allahın Rasulü, sənin üçün qadın yoxdur. Niyə özünü bu qədər incidirsən? Bıraq Ayşəni, yəni. Bunu deyən sahabələr var idi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu əshabdan hansı birinə düşmənçilik elədi? Hansı birinə? Yəni, siz məni döyüşdə qoyub qaçdınız, bir dəfə dilə gətirdi. Siz mənim ailəm haqqında pis zənnə qapıldınız. Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə dilə gətirdi. Peyğəmbər aleyhissalatu və səlləm həmin o ümməti ki var idi, həmin o topluluq. Aleyhissalatu vesselam onlar üçün dua edirdi. Allahım onları bağışla, Allahım onları bağışla. Peyğəmbər sallallahu aleyhi və səlləm o bilirsiniz, məşhur hadisə var. Ayşə anamıza dua edir ki, Allahım onu bağışla. Sonra Ayşə anamızın bu xoşuna gələndə deyir, bu sənin xoşuna gəldi deyir. Vallahi deyir, mən deyir, hər namazımda deyir, ümmətim üçün bu duanı edirəm. Allahım ümmətimi bağışla, Allahım ümmətimi bağışla, Allahım ümmətimi bağışla. O kişi ki, vəfalı kişi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir dənə Allah azza və cəllə ona vermiş olduğu izni dünyada özü üçün pul istəmədi, maddiyyat istəmədi, şan şöhrət. Bunların heç birisini istəmədi. Aleyhissalatu vesselam duasını hara saxladı? Qiyamət günü ümməti üçün. Yəni belə bir vəfalı kişi, belə bir sədaqətli kişi həqiqətən də bizim üzərimizə düşür ki, o kişiyə baxaq, elə belə baxaq yaxşı kişi olub deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmi addım və addım istəmək bizim üzərimizə vacibdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən dini öyrəndiyimiz kimi kişiliyi də ondan öyrənəcəyik, vəfanı da ondan öyrənəcəyik. Yəni vəfa elə belə bir şey deyil. Hətta alimlər deyirlər ki, insan vəfalı olduğu zaman bu onun üçün ibadət kapsamındadır. İnsan vəfalı olduğu zaman bu onun üçün ibadət kapsamındadır. Yəni Allah üçün vəfalı olmaq. Əhlinə qarşı, zövcəsinə qarşı, övladına qarşı, müsəlmana qarşı, qardaşına qarşı. Bugün dediyim kimi təəssüflər olsun. Qardaş qardaşı umursamır. Nə deyir? Çörəyim gəlir ondan. Vallahi, suyum gəlir deyir ondan. Pulu üstə alacağım yox, 5-də verəcəyim yox. Nə işim var ki mənim ondan deyir. İllərin üzərindən nə edə bilir? Bir anın içərisində adam xət çəkib, tamamilə müsəlmanın o illəri, o günlərin xətrini, hörmətini saxlamadan müsəlmandan üst çevirə bilir. Fəqət Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm bir kafirin hörmətini saxlayır. Bugün o məndən bunu istəsəydi, mən onun üçün bunu edərdim deyir. Allah azza və cəllə bizi vəfalı olan kişilərdən etsin. Allah azza və cəllə bizi bu dərslərdən ibrət almağı, haqqı ilə yaşamağa Allah bizə muvaffaq etsin. Allah azza və cəllə bizi bu xeyirli kişilərlə cənnətdə qonşu etsin. Layiq olmasaq da, haqq etməsək də Allah azza və cəllə bizi əff etsin, bizi bağışlasın və bizi o sıddıqlarla, şəhidlərlə, salihlərlə bərabər etsin, peyğəmbərlərlə bərabər etsin. Allahümmə amin. Və axiru davana enilhamdülillahi rabbil alemin.